mən STEMEL Tədris Mərkəzinin məntiq müəllimi Elbrus Həşimov. Bugün faizlə bağlı məsələlərə, həmçinin faizlə bağlı bütün yanaşmalara baxacağıq. Keçək ədəd əlaqələri, məsələn faizlə bağlı. Məsələn, hər hansı bir ədəd, məsələn 200 ədədini götürsək, 200 ədədinin 50%-ni və yaxud 40%-ni tapmaq istəyirik. Məsələn 200 ədədinin 40%-ni tapsaq, vurulsun 40 bölünsün 100 bərabərdir. Bu sıfırlar getsə, məsələn, cavab 80 qalır. Biz, məsələn, 200-ün 40%-ni tapdıq 80. Yaxşı, ikinci yanaşma nə olacaq? Bu birinci yanaşma. Bunu hamımız bilirik. Yəni, hər hansı bir ədədin 40%-ni və yaxud 50%-ni, 60%-ni tapmaq üçün ədədi həmin faizə vurub bölməliyik 100-ə. İkinci yanaşma bizdə necə olacaq? İkinci yanaşma bizim üçün x, yəni 200x ədədi olsun. Yəni hansı ədədin, yəni hansı ədəd dedikdə biz x götürməliyik. Hansı ədədin 40%, ədədin də 40%-ni tapmaq üçün 40-a vurub sonra bölməliyik 100-ə. Hansı ədədin 40%-i 80-ə bərabər olmuş olur? Təbii ki, bu misalının əksini yazdım. Yəni 200-ün təbii ki 40%-i 80-ə bərabərdir. Yaxşı, belə bir sual olsa əgər 40%-i, riyazi olaraq 40%-i 80 olan ədəd. Ədədin 40%-i 80-dir. Həmin ədədi biz bilmirik. X. Ədədin 40%-ni tapmaq üçün biz nə edirik? 40%-i 80-dirsə, təbii ki, ədədin, yəni x-in 40%-ni tapırıq. X-i vururuq 40-a, bölürük sonra 100-ə. Həmin ədədin də 40%-i 80 olan ədəd, həmin ədəd tapırıq da, x. Həmin ədəd bizdə x oldu. Ədədin 40%-i 80-ə bərabərdir. Vurduq 40-a, böldük 100-ə, bərabər oldu 80. Bu ikinci yanaşma. Burada təbii ki, x-imiz 200 olur. Yəni, bayaqki misalımızın əksini yazmışam. Üçüncü yanaşma bizdən nə olacaq? Ədəd var və onun neçə faizi 80-ə bərabər olmuş olur? Məsələn, 200-ün neçə faizi 80-ə bərabərdir. 80-ə bərabərdir. Artıq biz bilirik ki, 200-ün neçə faizi? 200 ədədini yazırıq. Bunun da fikir versək, neçə faizidir? 200-ün neçə faizi? Artıq biz burada neçə faiz olduğunu bilmirik. 200-ün neçə faizi bilmirəm. X faizi o zaman. X faizi. Ədədin də hər hansı bir faizini tapmaq üçün ədədi faizə vurub, sonra bölməliyik, təbii ki, 100-ə. Və həmin ədədin, yəni 200-ün neçə faizi? X faizi. Vurdum x-ə, böldüm 100-ə. Nəyə bərabərdir? 80-ə bərabərdir. Bu ifadəni də 80-ə bərabər eləmiş oluram. Təbii ki, yenə bu misalın əksi, təbii ki, 40% olacaq. Yəni bizim buradakı x-imiz, buradakı 40-dır. Yəni biz bu tənliyi həll etsək, x-in cavabını 40 tapırıq. Yəni təbii ki, 200-ün 40%-i 80-ə bərabər olmuş olur. Təbii ki, biz bu üç yanaşmanı, eyni zamanda ədədin artması, hər hansı bir ədədin və yaxud malın maya dəyərinin məsələn 30% artırmaq və yaxud indirim və yaxud azaltmaq. Bu yanaşmalara baxaq. Məsələn, bizə hər hansı bir ədəd verilib. Məsələn, 80 ədədi. 80 ədədi məsələn və yaxud fərqi yoxdur, 200 elə özü olsun, 200 ədədi verilib. Biz 200 ədədini biraz aşağıda yazaq. 200 ədədini biz məsələn 30% və yaxud 40% artırmaq istəyirik. Ədədi əgər 40% artırmaq istəyiriksə, ədədin üzərinə ədədin 40%-ni gəlməliyik. Yəni necə? 200 üstə gələk. Ədədin neçə faizini gəlməliyəm? Əgər ədədi 40% artırmaq istəyiriksə, ədədin üzərinə gəlirik, ədədin özünün 40%-ni. Bu da oldu 40% artım. 40%-ni gəldik. Bu da bərabərdir 280 təbii ki. Bu 40%, yəni 200-ün 40%-nin üzərinə gəldikdə 280 ədədi alırıq. Bir daha da izah edək. 200 ədədini 80% artırmaq istəyirik. Yəni maya dəyərimiz 200-dür. 200 malın qiyməti 200-dür. Həmin malın qiymətini biz 40% baha satmaq istəyirik və bu zaman 200-ün üzərinə gəlirik. Həmin ədədin, yəni 200-ün 40%-ni. Bu da oldu artım, 40% artım. Növbəti hissə bizdə azalmadır. Yaxşı, biz 40% endirim etmək istəsək, yəni həmin o malın qiymətini 40% endirim etmək istəyiriksə, o zaman buradakı toplama hissəsi minus olacaq, yəni bizdən. O zaman elə təzədən yazaq. 200
40% azaltmaq istəyirəm. Çıxılsın həmin ədədin 40%. Böldük 100-ə, bu da elədi 120. Bu da oldu bizdə 40% azalma. Bu da yəqin ki, hər birinizə aydındır. Keçək indi biz digər yanaşmalara, faizlə bağlı. Faizlə bağlı hər hansı bir ədədi biz, məsələn, hər hansı bir ədədi, məsələn, 200 ədədi, elə yenə 200 ədədini götürək. Biz bayaq 200 ədədini 40% artırmaq istədik. 200 ədədinin üzərinə gəldik 200-ün 40%-ni. Bu oldu bizim 40% artımımız, yəni 280. Bunun daha qısa yolu harda, necə istifadə oluna bilər? Yəni biz hər hansı bir 100% həmişə bizim üçün 1 olarsa, 100% əgər biz 1 qəbul ediriksə, 200 ədədini birbaşa nəyə vura bilərik ki, ədəd 40% artsın? Yadda saxlayaq. 100% bizim birimiz isə, 40% əgər ədədi artırmaq istəyirdimsə, 40%imiz bizim 0,4-ümüz olur. Təbii ki. Sadəcə bu 40% artırmaq istəyirsiniz. 40% bilirsiniz ki, 0,4-dür. Bu 0,4-ün üzərinə 1 gələcəksiniz. Yəni olacaq 1,4. Biz 200 ədədini birbaşa 1,4-ə vursaq, yəni bunun üstünə 1 elə bil gəlirsiniz. 200 ədədini biz birbaşa 1,4-ə vurmuş olsaq, təbii ki 280 ədədini almış oluruq və 200 ədədi birbaşa 40% artmış olur. Gəlin bəs yaxşı, azalma necə olacaq? Biz bayaqları həmçinin 200 ədədini azaltmışdıq 40%. Yəni 200 çıxılsın 200-ün 40% bölünsün 100. Bu da bərabərdir. Bizdə bu oldu demək 120. Yaxşı, biz 200 ədədini nəyə vurduqda ədəd birbaşa 40% azalmış olur. Biz yenə 40%imiz, bilirik ki 100%imiz bizdə, bunu biz 1 kimi qəbul ediriksə, 40%imiz bizdə 0,4 sayılır və biz nə edirik? Ədədi əgər azaltmaq istəyiriksə, yəni 40%, o zaman bunun üzərinə 1 gəlmirik. 1-dən çıxacağıq. 1-in özündən çıxacağıq bu ədədi, 0,4. Qalır burada 0,6. Məsələn, ədədi indi biz 200-ü 40% azaltmaq istəyiriksə, 40%. Təbii ki, ədədi biz vurmalıyıq 0,6-ya. Bu qədər sadə. Artırmaq istəyiriksə 200-ü vururduq. Bunun üstünə 1 gəlirik. 1,4-ə. Gəlin bununla bağlı biz bir ədəddə, bir nümunəyə də baxaq. Məsələn, biz götürək, yenə 200 ədədi üzərində nümunə göstərəcəm. Sadəcə biz artıq burada 50%, 60%, 40% yox, məsələn 254% artırmaq istəyirik. Təbii ki, biz 200 ədədini 254% artırmaq istəsək, yəni standart qaydası budur. 200-ün üzərinə gəlirik. Ədədə əgər 254% artırmaq istəyiriksə, ədədin üzərinə gəlirik. Ədədin 254%-ni. 254 vuraq 254% bölək 100. Bu oldu bizim 200 ədədi üzərinə gəlir. 200-ün 254%. Yəni ədəd artıq 254% artdı. Bunu hesablayarsınız, yazarsınız bura. Yaxşı, biz bunu azaltmaq istəsək, təbii ki, bu 200-ün yerinə minus olacaq. Yaxşı, biz ədədi daha qısa yolla necə artıra bilərik 254%? Yəni 200 ədədi biz nəyə vurmalıyıq? Biz bilirik ki, 100%-imiz, əgər bunu 1 kimi götürmüşdüksə bayaq, 254-ümüz 254%, bu da uyğun gəlir 2,54-ə. 2,54-ə. Təbii ki, bizdə 100% 1-dirsə, bu da olur 2,54 olur təbii ki. Yaxşı, biz bunu 2,54 qəbul etmişiksə, bunun üzərinə, yəni biz ədədi, 200 ədədini 254% artırmaq istəyiriksə, videonu biraz əvvələ də verə bilərsiniz. Biz ədədi bayaq 254%, yəni 40% artırırdıqsa, 40%imiz yadınıza gəlirsə 0,4 idi. Onun üzərinə 1 gəlmişdik, 1,4-ə vurmaqla biz 40% ədədi artırmışdıq. Burada isə bizdə 254-ün özüdür. Yəni 254% artırırıq. Bu zaman bizim 254-ümüz 2,154 yadda saxlayırıq və bunun üzərində gəlməliyik özümüzdən. 1 əlavə eləsək, yəni biz 200 ədədini 3,154-ə vurduqda ədəd birbaşa 254% artmış olur. Azalması necə olacaq? Azalmasını da göstərək. Elə aşağıda göstərəcəm azalmasını. Yenə biz bilirik ki, 254 bizim 2,154-ümüzdür. 254%. Biz bayaq 1-dən çıxırdıq. Yəni məsələn 40%,
ədədi 40% azaltmaq istəyiriksə, 40% bizim 0,4-ümüzdür. 1-in özündən, yəni 1-dən çıxırdıq bunu. Qalırdı 0,6. Ədədi 0,6-ya vurmaqla ədədi 40% azaldırdıq. Burada isə bundan 1 çıxmayacaqsınız. 1-in özündən bu ədədi çıxmalısınız. Yəni, əgər siz ədədi 254% azaltmaq istəyirsinizsə, ədədi nəyə vurmalıyam? 254 bizim 2,54%-imizdirsə, 1-dən çıxmalıyam. 1-dən çıxmalıyam 2,54-ə. Artıq burada mənfi qalır təbii ki. Bərabərdir mənfi 1,54. Yəni, biz ədədi ədədi mənfi 1,154-ə vurmaqla ədədi birbaşa biz yəni 254% azaltmış oluruq. Yəni 1-dən çıxdıqda 1,154 mənfi ilə. Təbii ki, ədəd burada mənfi qalacaq. Yəni ədədi ümumiyyətlə 100% azaltmaq ədədi. Məsələn 80 ədədini. Biz 80 ədədini 100% azaltmaq istəyirik. 80 çıxılsın. 80-in 100% bölünsün 100. Bu da edir 0. Yəni ədədi 100% azaltmaq ədəd yəni minimuma endirmə demək. Yəni 0. 0 deməkdir ədəd. Təbii ki, 254% əgər ədəd azalırsa, təbii ki, bu mənfi deməkdir, yəni əgər azalarsa. Bu yanaşmaları siz bir neçə dəfə özünüz üçün təkrarlayıb digər ədədlər üzərində əlaqəni qura bilərsiniz. Təbii ki, bu formada öyrənə bilərsiniz. Keçdik növbəti yanaşmaya, faizlə bağlı. Ən son yanaşma. İndi dediyim yanaşma ən çox yüksəliş imtahanlarında, vergi imtahanında, eyni zamanda dövlət qulluğu imtahanında, qrafik suallarında, cədvəl formasında, qrafik suallarında və yaxud rəqəmsal məlumatların təhlili zamanı istifadə oluna bilər. Məsələn, biz 2 ədəd verəcəm. Məsələn, hər hansı bir ədəd olsun. Məsələn, olsun 80 ədədi, bir də olsun 200 ədədi. Bu 2 ədədi biz verdikdə, məsələn, 200 ədədi 80-dən və yaxud belə deyək, daha da sadə yanaşaq. 200 ədədi 100 ədədindən neçə dəfə böyükdür? Təbii ki, 2 dəfə. Bu ədəd də bundan 2 dəfə balacaqsa, bu da bundan 2 dəfə böyükdür təbii ki. 200 100-dən 2 dəfə böyükdür. Amma faizdə bizdə, məsələn, biz bu 100 ədədini lap 80 eləsək, faizdə artıq bu ədəd dəyişir. Yəni necə? Biz əgər götürsək 200 ədədi 80-dən neçə faiz çoxdur? Bunu tapmaq üçün nə etməliyik? 1. Böyük ədəd balacadan neçə faiz çoxdur? Bunu tapmaq üçün balacanın üzərinə gəlməliyik. Balacanın hər hansı bir faizini, biz bilmirik axı neçə faizdir. Yəni 80 üzərinə biz gəlirik 80-in hər hansı bir faizini gəlməliyik. Yəni 80-in neçə faizini biz 80-in üzərinə gəldikdə böyük ədəd alınır. Yəni 80 üzərinə gəl, 80 vurulsun, 80-in bilmirik hər hansı bir faizi bölünsün 100, bərabərdir böyük ədəd. Bu yanaşmanı yadda saxlaya bilərsiniz. Yəni, böyük ədəd, balaca ədəddən neçə faiz böyük olduğunu tapmaq üçün 80 balacanın üzərinə, balacanın x faizini gələcək. Balacanın x faizi, yəni balacanın vurulsun 80-in x faizi bölünsün 100. Hər hansı bir ədədin biz hər hansı faizini tapmaq üçün ədədi həmin faizə vurub bölməliyik 100-ə. Və bərabər edirik böyük ədədə. Bunu yadda saxlayın. Balaca ədədi biz əgər böyük ədədə çatdırırıqsa, bu zaman böyük ədəd balaca ədəddən neçə faiz böyük olduğunu göstərir. Çünki balaca ədəd gəlir, neçə faiz artır, gəlir böyük ədəd olur. Bu onu göstərir ki, 200 ədədi 80 ədədindən neçə faiz böyük olduğunu göstərir. Gəlin biz bunu həll edək. Məsələn, bunları ixtisar edək. O zaman 8-dən 10 da ixtisar getsə 4x bölünsün 5 bərabərdir. 80 də keçsə bu yana 120 olur. 4x bərabərdir. 5-i vuracam 120-yə. 600. X də bərabərdir. Təbii ki, 150. Deməli, biz baxsaq, 200 ədədi 80-dən 150% çoxdur. Yəni, bunu indi praktiki, təbii ki, əsas qayda budur, amma bunu praktiki formada izah edin. Yəni, nəyə görə 150%? Yəni, 200 ədədi bundan nəyə görə 150% böyükdür? Bu 200 ədədinin içərisində neçə dənə 80 ədədi var? Bir dənə 100%, bunun bir dənə 100% var, düzdürmü? Bu 100%-dir. Yerləşir bunun içərisində, bəli. Bunun bir dənəsi də yerləşə bilər. Bu da sayılır. Yəni, bir dənə də yerləşə bilər. Yəni, 100%, üstə gələk 100%. 2 dənəsi yerləşirsə, təbii ki, 200% deməkdir. Və artıq 2 dənəsi yerləşdikdə 160 olur. 200-ə çatmaq üçün bunun yarısı lazımdır bizə. Təbii ki, 50%. Üstə gələk də 50%.
Bu formada da baxmaq olar tam başa düşmək üçün. Amma əsas qayda budur. Bu formada yadda saxlayırsınız. Çünki fərqli biraz ədədlərdə, tam olmayan ədədlərdə təbii ki bu qaydanı istifadə edəcəksiniz. Bu da oldu bizim 250. Yəni bunu sadəcə yadda saxlamaq lazımdır və başqa ədədləri özünüzdən düzəldib bu qayda ilə bir neçə dəfə siz təkrar formada yəni bu situasiyanı yerinə yetirməlisiniz ki, tam yadınızda qalsın. İndi keçib bunun əsas digər yanaşmasına. Biz tapdıq ki, bu ədəd bundan neçə faiz böyük oldu? 150%. 200 ədədi 80-dən 150%, daha doğrusu 150 yox, bir dəqiqə. Biz burada belə deyək. 80-in üzərinə burada bu 100% bizim öz 80-imizdir, düzdür? 80-in üzərinə biz əlavə olaraq 150% gəldikdə bu formada. Yəni bu 80 bizim öz 100%imizdir. 80-in üzərinə biz burada əlavə olaraq bir dənə 80, bir də 80-in yarısı. Yəni 40-ı gəldikdə, yəni 100 belə deyək də 80 o da 40, daha doğrusu 120 ədədini gəldikdə, yəni 80-in üzərinə biz 120 ədədini gəldikdə, təbii ki bizim ədədimiz nə qədər artmış olur? 150% artmış olur, yəni belə deyək. Yəni 80 ədədini biz 150% artırmalıyıq ki, ədəd 200 olsun. Yəni 80 nə qədər artırsaq, bir dənə 80 qədər, bir dənə onun yarısı qədər, yəni 100 və 150%. 150% artırıldıqda bizim böyük ədədimiz alınır. Yəni bu qədər artım olmalıdır. 80 bizim öz 100%imizdir. Üzərinə gəldik, bir dənə 80-i, bir dənə də 40-ı gəldik. Yəni 80 bizim öz 100%imiz, 40 bizim 50%imiz. 150% gəldikdə təbii ki, ədəd artmış olur. Yəni əsas qayda budur. Keçdik, yəni 200 ədədi bizdə 80-dən 150% çox oldu. 150% çoxdur. Bunu da yazıram, yadınızda qalsın burada. Keçdik indi növbəti yanaşmaya. Növbəti yanaşma bizdə əksidir. Yəni bunu sadəcə yadda saxlayırsınız. Keçdik növbəti yanaşma. Bu dəfəki yanaşma bizdə 80 ədədi. Biz bayaq tapdıq ki, 200 ədədi 80-dən neçə faiz çoxdur? 150%. Bəs yaxşı, tərsinə 80 200-dən neçə faiz balacadır bu dəfə? Artıq yenə 150% olmayacaq. Artıq burada ədəd dəyişəcək. Biz indi 80-in 200-dən neçə faiz balaca olduğunu tapmaq üçün biz balaca ədədi çatdıracağıq buna. Bayaq dedim ki, bu ədəd bundan neçə faiz çoxdur? Yəni böyüyü balacadan neçə faiz çoxdur? Biz balacanın üzərinə gəlirdik. Balacanın x faizini bölürdük 100-ə, bərabər edirdik 200-ə. Bu oldu bizim o bayaqki yanaşmamız. Yəni bu ədəddən neçə faiz çox olduğunu tapmaq üçün bu formanı biz yerinə yetirməliyik. Amma balaca ədəd, bəs bu böyük ədəddən neçə faiz balaca olduğunu tapmaq üçün biz nə edirik? Böyük ədəddən çıxmalıyıq. Böyük ədədin x faizini. Çünki bilmirik neçə faiz, bunu yəni neçə faiz azaltmalıyıq ki, balaca ədəd alınsın. O zaman balacanın böyük ədəddən neçə faiz böyük olduğunu tapmış oluruq. 200 çıxılsın, 200 vurulsun, x bölünsün 100 bərabərdir balaca ədəd. Böyük ədəd yox, balaca ədəd. Çünki böyük ədəddən biz böyüyün x faizini çıxdıq, həmin ədədin x faizini çıxdıq. Balaca ədəd alınırsa, bu deməkdir ki, balaca ədəd böyük ədəddən neçə faiz balaca olduğunu tapırıq. Burada təbii ki, biz bu ixtisarlara aparsaq, burada qalır mənfi 2x. Mənfisini yadda saxlamırsınız. Həmin mənfi 2x-i aparaq bərabərliyin sağına. O zaman müsbət 2x olur. Bu 80-i də aparaq sol tərəfə. 200-dən çıxacam 80-i, yəni 120. Düzdür? Burada da x bərabərdir 60% olmuş olur. Yəni bizim 80, buraya yazıram 80 ədədi 200-dən deməli neçə faiz balaca oldu? 60%. 60% kiçikdir. Yəni azdır. 60% azdır və yaxud 60% kiçikdir. Bu formada. Əsas burada mühüm amil nədir? Siz bunu qarışdırmamalısınız. Balaca ədədin üzərinə balaca ədədin x faizini gəlib böyük ədəd alırsınızsa, o zaman böyük ədədin balaca ədəddən neçə faiz çox olduğunu tapırsınız. Yəni balaca ədədin üzərinə gəldim, balaca ədədin x faizini. Böyük ədəd alınır, tənliyi həll edirsiniz və böyük ədəd balacadan neçə faiz böyük olduğunu tapırsınız. Amma böyük ədədi balacaya çatdırırsınızsa, böyük ədəd çıxılsın, böyüyün filan x-i, bilmirik nə qədər x. Yəni 200-ü neçə faiz azaldanda balaca ədəd alınır. Bu zaman nəyi tapmış olursunuz? Balaca ədəd böyük ədəddən neçə faiz balacadır? Yəni neçə faiz kiçikdir? Bunu tapmış olursunuz. Əsas bu hissəni qarışdırmayın, bunu da bilsəz, qurtardı getdi.
Keçək biz indi misallara. Demək olar ki, magistr imtahanlarında, yəni ədədlər digər ədəddən neçə faiz çoxdur və yaxud azdır, belə situasiyalar düşür. Bu il 2025-ci ilin ikinci cəhdində yaş məsələsində faizlə bağlı yaş məsələsi idi. Həm o məsələnin içərisində həm yaş məsələsi vardı, həm faiz məsələsi vardı. Orada vardı, yəni həmin yanaşmalar. Ədədin 90%. Məsələn, orada vardı, məsələn, hansı ildə, məsələn, neçə il sonra, məsələn, ananın yaşı atanın yaşının 90% edir. Məsələn, belə yanaşmalar vardı. Həmçinin belə yanaşmalar da vardı. Bir ədəd digərindən, yəni məsələn, atanın yaşı ananın yaşından və yaxud ananın yaşı atanın yaşından neçə faiz azdır və yaxud atanın yaşı ananın yaşının neçə faiz çox olduğu ilə bağlı elə situasiyalar vardı. Təbii ki, bu situasiyalar hamısı vacibdir bizim üçün. Eyni zamanda bu son tətbiq etdiyimiz situasiyalar həmçinin yüksəliş imtahanında, eyni zamanda vergi imtahanında, yəni rəqəmsal məlumatların təhlili zamanında istifadə oluna bilər. Keçək bu suallara. Məsələn, bu sualların həlli üçün, məsələn, düzdür, biz tənlik formasında da biz bunu həll edə bilərik. Eyni zamanda daha da sadə formada. Məsələn, məhsulun qiyməti əvvəlcə 20% artdı. Məhsulun qiyməti özümüzdən 100 qəbul etsək, ədədi biz həmin o məhsulun qiymətini 20% artırırıqsa, 20%, yəni 100-ü 20% artırmaq istəyiriksə, üzərinə gəl, 100-ün üzərinə gəl, 100-ün 20%. Yəni biz düsturla standart formada getsək, standart qayda ilə təbii ki 120. Təbii ki bu şifahidir. Yəni 100-ü biz 20% artırmaq istəyiriksə 120 edir birbaşa. Yəni bu formada artırırıq. Sonra yeni qiyməti. Yeni qiymət artıq bizdə 120-dir. Yeni qiyməti nə edir? Yeni qiyməti 10% azaldı. Bu yeni qiymət var, 10% azaltmaq istəyirik. Yəni bayaq endirim. Məhsulun qiymətinə biz yeni qiymətinə indi 10% endirim tətbiq etməliyik. 120-dən çıxmalıyıq 120-nin 10%-ni. Bölünsün 100. Bu da bərabərdir. Bu sıfırlar geçsin. Yəni 108. İndi bizə deyir, malın qiyməti necə dəyişdi? Bayaqları məhsulun qiyməti nə qədərdir? Malın qiyməti 100 idi. Hara gəldi? 108-ə gəldi. Ədəd neçə faiz artdı? 8%. Təbii ki, bunu şifahi görürsünüz siz, yaxşı. Yəni, təbii ki, artıbsa, artmalıdır, azalmamalıdır. Və artıbsa, 100-dən 108-ə gəlibsə, yəni biz burada şifahi görürük ki, 8% artıb. Yaxşı, bəs digər başqa ədədlər birdən qabağımıza çıxsa, biz ədəd balaca ədəddən böyük ədədə gəlibsə, ədəd neçə faiz artmağını necə tapa bilərik? Bayaqki situasiyadan. Balaca ədəd üstə gələk. Balaca ədədi neçə faiz artıranda? Biz bilirik, balaca ədədi neçə faiz artıranda böyük ədəd alınır. Bu, həmin o məhsulun artımıdır bizdə. Balaca ədəddən gəlir yekun qiymətə. Balaca ədədin üzərinə balaca ədədin x faizini gəlirik. Bilmirik neçə faizini gəlməliyik. Deməli, bərabərdir alınır bizdə 108. Böyük ədəd alınır. Balaca ədəd üstə gələk. Balaca ədədin x faizi bərabərdir böyük ədəd. Bununla da biz ədəd neçə faiz artdı? Bunu tapmış oluruq. Təbii ki, burada 100-lər ixtisar getsə, x burada 8 olur. Və 8% artmış olur. Təbii ki, biz 100-ün üzərinə, yəni 100-ü biz əgər 8% artırsaq, 100-ün üzərinə gəlinsin, yəni üzərinə gələk, 100-ün 8%. 100 vuraq, 8 bölü 100, təbii ki, 108 cavabını alırıq biz. Yəni, ədədi neçə faiz artıranda böyük ədəd alınır? Həmin ədəd neçə faiz artmış olur, olduğunu tapırıq. Yəni, standart qaydada bu, 100 ədədi ilə biz işləyəndə təbii ki, birbaşa biz cavabın özünü ala bilirik. Keçək buradakı 7-ci suala. Məsələn, sağdakı suala baxaq. Deyir, malın qiyməti əvvəlcə 30% azaldı. Bizdə burada malın qiyməti, məsələn, yenə bunu 100 qəbul edə bilərik, daha sadə olsun. Malın qiyməti əvvəlcə 100% azaldı. Biz 100-ü 30% azaltmalıyıq. 100. Nə edirdik azaltmaq üçün? Çıxırdıq 100-ün 30%-ni. Bölünsün 100, bərabər 70. Təbii ki, bunu şifahi edə bilərsiniz. Yəni 100-ü biz 30% azaldırıqsa 70 olacaq məlum məsələn. Sonra isə 30% artırıldı. Həmin o 70 var bizdə yeni qiymət. Yeni qiymətimiz 30% artırıldı. Bunu da 30% artırmaq istəyiriksə üzərinə gəlirik 70-in 30%-ni. 70 vuraq 30 bölünsün 100. Bu da sıfırlar əgər ixtisar getsə 91 qalmış olur. Malın birinci qiymətinci dəyişdi. Birinci qiymət 100 idi, gəldi 91-ə gəldi. Deməli 9% bunu azaltsaq, bunu 9% azaltsaq 91 olur. Təbii ki, burada qiyməti 9% azalıb təbii ki, məlum məsələ B variantı. Növbəti sualımıza baxaq.
Məsələn, burada 9-cu suala baxsaq, kvadratın sahəsini 69% böyütmək üçün, 69% böyütmək üçün onun hər tərəfini neçə faiz artırmaq lazımdır? Kvadratın sahəsi 69% böyütmək üçün, yəni bunu biz praktiki şəkildə, yəni hər hansı bir kvadrat çəkirik. Biz kvadratı 69% artırmaq istəyirik, sahəsindən söhbət gedir burada, sahəsindən. Artıq biz burada 169 ədədini yadımıza salırıq. Yəni tərəfi 13 olan kvadratın, yəni sahəsi 169 edir. Biz də bilirik ki, elə biz bu kvadratın sahəsini 100 götürsək, sahə bərabərdir 100. Kvadratın sahəsi əgər 100-dürsə, tərəfi neçə olacaq? Təbii ki, tərəfləri 10 olmalıdır. Tərəfi 10 olan kvadratın sahəsi 100 edir. Və biz kvadratın sahəsini biraz da böyük götürürük indi bu dəfə. Kvadratın sahəsini 169 eləməliyik indi. Yəni biz bu 100 ədədini 69% artırmaq üçün 100-ün üzərinə gəlməliyik 69%-ni. Yəni həmin ədədin 69%-ni. Təbii ki, 169 kifayət formada həll olur yəni. Və kvadratın sahəsi əgər 169-dursa, tərəfi neçə oldu? 13 oldu. Bizə də soruşur ki, kvadratın sahəsini 69% artırmaq üçün, tamam artırdım, yəni böyütmək üçün, onun hər tərəfini neçə faiz artırmaq lazımdır? Hər tərəfi baxın, 10-dan hara gəldi? 13-ə gəldi. Yəni tərəfini 3 sm artırmalıyıq, yəni belə deyək. Tərəfini 3 vaid artırmalıyıq. Yaxşı, onun neçə faiz artıranda 13 edir? Cavabımız budur, gördünüz. İndi bunun da təbii ki, tənlik formasında yolu. 10-un üzərinə, yəni onu neçə faiz artıranda böyük ədəd alınır. 10 üzərinə gəlirəm, onun x faizi. Çünki biz bilmirik, yəni həmin o ədədi neçə faiz artırıblar ki, böyük ədəd alınıb. Hər hansı bir ədədin biz hər hansı faizini tapmaq istəyiriksə, vururuq x-ə, məsələn, hər hansı faizə bölürük 100-ə. Burada da biz bilmirik neçə faiz artırmaq lazımdır. Ədədi biz vurduq x-ə, yəni üzərinə gəldi. Ədədin x faizi, yəni bölünsün 100, onsuz da bilirsiniz, alınır böyük ədəd. Vəssalam, bu sualı həll etməklə təbii ki, biz 30% almış oluruq. Yəni 30% təbii ki, ədədi biz böyütsək, 10 ədədini, 13 ədədi alınır. Və tərəfini də biz təbii ki, 30% artırmalıyıq. Gəldik bu 11-ci suala baxaq. Birinci suala biz baxsaq, bunu da bir xüsusi formada biz bunu həll edə bilərik. Yəni necə? 20 kiloqram çəkisi olan qarpızın 99% sudan ibarətdir. Qarpız biraz quruduqdan sonra onun 98%-ni su təşkil edir. Belə formalarda biz daha sadə forma, daha rahat formada, daha asan üsulla necə həll etmək olar? Yəni 20 kiloqram çəkisi olan qarpızdır. 20 kiloqram. Qarpızdır, tamam. 99% sudan ibarətdir. Yəni 20-nin biz 99%-ni tapmalıyıq. Qarpızın demək su hissəsi, bir də quru hissəsi var təbii ki. İndi biz əgər 20-nin, yəni 20 kiloqramın 99%-ni tapsaq, daha 99%-ni tapılan 1%-ni tapaq elə biri başa, yerdə qalan hissəsi təbii ki 99-dur, bölürük 100-ə. Bu da eləyir bizə, deməli, bunlar ixtisar getsə 1 bölünsün 5. Yəni 0,2. Yəni biz onsuz da bunun 99%-ni tapsam da, yəni 200 vurulsun 99 bölünsün 100. Alınacaq neçə? Əgər bizdə burada 0,2 quru hissədirsə, bunu da biz hesablasaq, yəni 99%-ni tapsaq, təbii ki olacaq 19,8 kiloqram. Su hissəsi 19,8 oldu. 19,8. Şimdi gəlin biz bu formaya baxaq. Tapdıq, yəni 20 kiloqram çəkisi olan qarpızın 99% sudur. Bunun 99%-ni tapanda 19,8. Yerdə qalır neçə faizi? 1%. 1% bizdə nə olur? Quru hissəsi olur. Bu məlum məsələ. Sonra baxın nə yazır. Burada deyir ki, qarpız biraz quruduqdan sonra onun 98%-ni su təşkil edir. Biz burada əsas nüansa biz diqqət etməliyik. Qarpız əgər quruyursa, təbii ki onun quru hissəsi yox, su olan hissəsi azalmalıdır. Təbii ki, qarpız quruduqda onun su kütləsi azalır. Və qarpız biraz quruduqda, amma bu qalır yerində, düzdür? Qarpız biraz quruduqdan sonra,
komand qurur və onun 98%-ni su təşkil edir. Bu nə deməkdir? Bayaq su bizim 20 kiloqramın 99%-ni təşkil edir. İndi bizim suyun miqdarı azalıb və suyun miqdarı azalır, amma qurunun miqdarı dəyişmir burada. Qurunun miqdarı olduğu kimi qalır. Və su azaldığına görə onun faiz nisbəti yəni dəyişir. Yəni azalmalıdır faizlə. Yəni suyun miqdarına düşən faiz azalmalıdır. Amma bizdə yaxşı, bu quru hissəsi dəyişmirsə, qarpız biraz quruduqdan sonra onun 98%-ni əgər su təşkil edirsə, yerdə orada qalan 2%-ə bir dənə diqqət edirək. Həmin o 2% bizdə nə olur? Quru maddə olmur. Bizə nəyi soruşur? İndi qarpızın çəkisi neçədir? İndiki qarpızın çəkisi azalıb, X olub. Biz bəs indi qarpızın çəkisinin neçə faizi bizdə quru maddədir bizdə, quru hissədir? Təbii ki, 98% sudursa, həmin qarpızımızın 2%-i, həmin ədədin də 2%-ni tapmaq üçün 2-yə vurub bölməliyik 100-ə. Həmin qarpızımızın 2%-ni quru maddə təşkil edir. Quru maddə buradadır bizdə 0,2. Elə biz birbaşa daha 98%-ə dəymirik, baxmırıq buna. Ona baxdıq, sadəcə 2% quru maddənin payını tapdıq. Və təbii ki, bizim qarpızımız X olsa əgər, bilmirik nə qədərdir. Amma həmin qarpızın 2%-ni bilirəm ki, quru hissəyə bərabərdir. 0,2-yə bərabərdir. 0,2-ni də biz 10-dakı kimi yaza bilərik. Düzdürmü? O zaman 2x-i biz vurarıq. Yəni bu 2x deməkdir. 2x-i biz 10-a vursaq 20x bərabərdir. 100-ü də biz vurarıq 2-yə məsələn 200. X-ə bərabərdir 10. Və hal-hazırda bizim qarpızın faktiki çəkisi təbii ki 10 kiloqram olmuş olur. Bu arada biz qeyd edək ki, bu faizlə bağlı yanaşmaları bir daha da təkrar videoya baxıb öyrənirsiniz və növbəti videoda vergi imtahanına və yaxud dövlət qulluğu imtahanına düşən əsasən də bu rəqəmsal tipli, yəni cədvəl tipli, qrafik tipli daha da ağır